Bağışlayan və mehriban Allahın adıyla salamlayıram hər birinizi, dəyərli tamaşaçılar. Allah oruc və namazlarınızı qəbul etsin. İnşallah ki, dualarınız qəbul olsun. Bugün də Ramazanın ikinci günündə bir ayə ilə sizin xidmətinizdəyik. Hansı ki, o ayə Quranın ikinci cüzündə və Bəqərə surəsindədir. Quranın ikinci cüzü və Bəqərə surəsi 216-cı ayədə Allah təbarək və Teala belə buyurur. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Və əsə ən təkrəhu şeyən və huvə xayrul ləkum. Və əsə ən tuhibbu şeyən və huvə şərrul ləkum. Çox vaxt bir şeyi xoşlamırsınız. Halbuki o sizin üçün xeyirlidir. Və çox vaxtda bir şeyi xoşlayırsınız, halbuki o sizin üçün pisdir, yəni xeyirli deyil. Ayədən də bəlli olduğu kimi, ayənin əsas məğzi və əsas nöqtəsi budur ki, çətinliklər içində qələbə məsələsinə diqqət edək. Yəni, bəzi çətinlik və sıxıntılar var ki, həyatımızda, biz onların içində bəlkə də bilmirik, çoxlu xeyir və bərəkət yatır. Və bəzi xoş anlar və xoş günlər var ki, ola bilsin ki, həmin o xoşluğun içərisində bizim üçün xeyirli və bərəkətli olmayan şeylər yatır. Hər zaman sən istəyən kimi olmayacaq çatdırmağa çalışır Allah Teala. Gözəl yaşayış üçün Qurandan bu ayədə bizə bir düstur, bir qayda verilir. Hansı düsturdur o? Bizim həyatımız həsrətlərlə bəzən keçir. Ey kaş belə olaydı, niyə məndə belə olmadı? Ahlarla, həsrətlərlə keçir bəzən. Nakamlıqlar, sıxıntılarla dolu keçir və bəzən də bu nakamlıqlar, bu sıxıntılar, bu həsrətlər səbəb olur ki, qəlbimiz sınsın və narahatlığımıza səbəb olsun. Allah Teala isə deyir ki, çox vaxt sevmədiyiniz bəzi şeylərdə sizin üçün çoxlu xeyir və bərəkət var. Amma çox vaxt sevdiyiniz bəzi şeylərdə isə sizin üçün xeyir yoxdur, pisdir, xeyrinizə deyil. Həyata baxışımızı dəyişmək məsələsinə gələk. Bu ayəyə əsasən biz həyata baxışımızı dəyişdirməliyik. Necə dəyişdirməliyik? Birinci məsələ budur ki, həyata baxışımız səthidir. Yəni, hər şeyin zahirinə baxaraq yaşayırıq. Dərin olsa, başa düşərik ki, bir çox hadisələr hikmət üzündəndir. Və bir çox məhrumiyyətlər hətta həyatımızdakı var, sıxıntılar ki var, onlar Allahın hikməti və elmi üzündəndir ki, bizim xeyrimizə deyil ki, nəsibimiz olmur. Baxışımız gərək dərin olsun. Hadisələrə baxışımız dərin olsa, həyatımızda bir çox şeylər gözəlləşəcək, dəyişəcək və yaxşı olacaq. Necə ki, digər bir yerdə Nisa surəsi ayə 19-da Allah Teala öz bəndəsinə belə buyurur ki, çox vaxt siz bir şey xoşlamırsınız və Allah onda çoxlu xeyir qoyub sizin üçün. Necə ki, hətta dinimizin bəzi əhkamları, bəzi qaydaları var ki, bizə çətindir. Məsələn, elə oruç tutmaq kimi. Necə ki, biz Ramazan ayındayıq indi. Oruç tutmaq bizim üçün əziyyətli işdir. Heç kəs bunu inkar edə bilməz ki, oruç tutmağın sıxıntısı yoxdur. Çox rahatdır. Əksəriyyət, yəni sevinclə bərabər, hətta sıxıntı da yaşayır ki, Allah görəsən bu ayı bir ay necə başa vuracam? Nəyə görə? Çünki halal olan bəzi şeylərdən məhrum olmalıyıq. Ac və susuz qalmalıyıq sübdən axşama qədər və digər bəzi halal şeylərdən uzaq durmalıyıq ki, orucumuz batil olmasın. Halbuki heç mənəvi qismini demirəm, maddi cəhətdən, fiziki cəhətdən orucun bədənimiz üçün bugün elm sabit edir ki, nə qədər faydaları var, xeyir və bərəkəti var həyatımızda. Və Allah Teala necə ki, Ramazan ayında bizim üçün bu sıxıntıların içində çoxlu xeyir və bərəkət qərar veribdir, eləcə də həyatımızın bir çox sıxıntılı hadisələri bizim üçün həqiqətən də xeyirlidir. Bilirsiniz, bir nöqtəni nəzərinizə çatdırım. Sanki bu ayə bizə ictimai dözümlülüyü öyrədir. Yəni, ictimai dözümlülüyə dəvət edir, səbrə dəvət edir. Yəni, həyatımızda hər hansı sıxıntılı hadisələrlə qarşılaşanda naümid olmayaq. Və bilək ki, bu sıxıntıların altında bizim üçün gözəl günlər gəlir qarşıda, çoxlu xeyir və bərəkət yatıbdır bunların pərdə arxasında, belə deyək. Və ayənin sonunda Allah Teala belə deyir ki, "Vallahu ya'lamu və entum la ta'lamun." Allah bilir, siz isə bilmirsiniz.
Ayənin yəni bir qismində Allah Taala deyir ki, bəyənmədiyiniz bir çox şeylərdə Allah xeyir qoyub sizin üçün, bəyəndiyiniz bir çox şeylərdə sizin üçün pisdir, xeyir yoxdur və Allah bilir, siz isə bilmirsiniz. Sanki Allah deyir ki, bilmədiyin şeylər var ki, pərdə arxasında, mən bilirəm. Sən çalış, ey bəndəm, mənə etibar elə. Bütün bu hadisələr sənin xeyrinədir. Baxın, bugün insanların əksəriyyətini Qərbin təlqinləri və təlimləri çatdırır ki, fərdi inkişafa diqqət yetirsinlər, ancaq fərdiyyətə kökləyir və yönəldir. Amma Allahın bu ayəsində bizə çatdırır ki, ictimai dözümlülüyümüzü artıraq, ictimai çətinlik və sıxıntılara hətta nisbətdə özümüzü yetişdirək və formalaşdıraq. Sanki Allah Taala bizə səslənir ki, ey bəndəm, mənə etimad elə, mənə etibar elə. Sənin çox zərər sandığın, pis sandığın bir çox şeylər sənin xeyrivədir ki, mən özüm belə düzüb qoşmuşam. Və bir çox şeylər ki, sən onları bəyənirsən, sevirsən, rahatçılıq istəyirsən, onlarda sənin üçün heç bir xeyir yoxdur. Allah bu ayədə bizə öyrədir ki, Allahın elminə və ilahi hikmətinə gündəlik həyat tərzimizdə baş verən hadisələr əsasında və dini əhkam qarşısında etimad edək. Yəni Allahın buyurduqlarının hamısını bilməsək də itaət etməyə çalışaq. Hərçənd ki, zahirdə bu işlər bizim xoşumuza gəlmir, xoşa gələn deyil və narahat edicidir. Amma əməl etmək üçün hansı nöqtələrə diqqət yetirməliyik? Əməl etmək üçün nələrə diqqət yetirib nələrin üzərində çalışmalıyıq? Əməl etmək üçün ilk növbədə çətinliklərdə naümid olmamaq lazımdır. Yəni həyatımızda hər hansı bir bizə faciəvi gələn hadisə baş verdisə, çətinliklərlə üz-üzə gəldiksə, ən birinci bunu bilək ki, Allah Qurani-Kərimdə deyib ki, bu çətinliklərin içində sənin üçün çoxlu xeyir və bərəkət var. Yəni naümid olma. İkincisi, mübarizədən yorulmayaq. Yəni çalışmaqdan, mübarizədən, çətin yollardan yorulmayaq. Digər nöqtə budur ki, var gücümüzlə çalışmağa gücümüzü sərf eləyək, diqqətimizi sərf eləyək, çalışmağa çalışaq, belə deyək. Və asanlıq qarşısında təslim olmaqdansa, bəzən çətin, amma düzgün yol, xeyirli yolu seçməyi üstün bilək. Yəni, hər şeyi asanlıqda və rahatçılıqda görməyək. Bəzən ola bilər ki, hər hansı bir yola çıxaq ki, o yol düzgün yoldur, doğru yoldur və xeyirli yoldur, amma sıxıntıları da var. Bu sıxıntılar bizi qorxutmasın. Və ötən zamanlarda həyatımızda, məsələn, keçmiş zamanda hansı hadisələr baş veribsə, hansı sıxıntılar baş veribsə ki, mən o sıxıntıların içində elə bilirdim ki, bu sıxıntı heç vaxt bitməyəcək və mənim başıma böyük bir bəla gəlib, amma nəticə etibarilə bugün mən görürəm ki, mən onların öhdəsindən gəlmişəm və onlar mənə təcrübə verib, onlar mənə bir çox şeylər öyrədib və bu sıxıntılara baxaq və onlardan nəticə almağa çalışaq ki, həyatda mübarizə aparmaqdan yorulmayaq. Yəni Allahın bizə buyurduğu doğrular üçün, düz yol üçün, əhkam qaydalarına əməl etmək üçün, sıxıntıların içində xeyir və bərəkəti görmək üçün çalışaq. Necə ki, Həzrəti xanım Zeynəb Kərbəla hadisəsində ona düşmən tərəf nə qədər vurğuladı ki, siz belə zəlil oldunuz, hər kəsi itirdiniz, öz yaxınlarınızı gördünüz, Allah sizi necə zəlil elədi. Xanım Zeynəb deyir ki, mən gözəllikdən başqa bir şey görmədim. Yəni, bütün bu imtihanların və sıxıntıların içində mənim üçün ancaq xeyir və bərəkət var. Yəni, həqiqətdə də çətinliklər içində qalib olduq, qələbə çaldıq mənasında bu ismarcı bizə çatdırır. Biz də öz həyatımızda bu ayəni unutmayaq, tətbiq edək və hətta mən sizi dəvət edirəm ki, necə ki, bu günlərdə Quran tilavət etməyə çalışırsınız və Quranla ünsiyyət qurmağa çalışırsınız. Çalışın hər gün həmin bu təqdim etdiyimiz ayələri də əzbərləyəsiniz və öz həyatınızda bu ayələri unutmayasınız, sıxıntılı anlarınızda xatirinizə gətirib bunlardan güc-qüvvət tapıb istifadə edəsiniz. Sabahki gündə görüşmək ümidi ilə sizi Allaha əmanət edirəm. Sağ olun, salamat qalın.